Sen kendini kimlerle kıyaslıyorsun İbrahim? Nə qədər hanımcısan testi. Qalatasarayın maçı var. Deyirəm ki, bugün yəni futbola baxma, gedək sinemaya. Gedərsən yoxsa getmərsən? Taksi tutarım göndərəm Mamancıla. Qalsa forever. Təbii ki qalsa. Sən? Əlbəttə ki. Sen kendini kimlerle kıyaslıyorsun? Sen kendini kimlerle mukayese ediyorsun İbrahim? Ən yaxın dostum səni görüşməyə çağırır, amma həmin gün keyfim yoxdur və deyirəm ki, bugün getməm, məndən evdə oturaq, keyfim yoxdur. Ne das değil. 4 oğlan dostunun oturmusan hansısa bir kafedə. Mən zəng eləyirəm və deyirəm ki, keyfim yoxdur, danışaq. Faktiki oturmuşam da dostlarımla. Bəli, bəli. Ya mümkünatı. Nə əlaqəsi var ki? Evə gələrəm danışarsınlar. Ne deyim 4-cü donum mən arvadla danışıram. 4 oğlan rayona gedirsiniz qalmağa. Hansı? Mən amma sənə icazə vermirəm. Deyirəm ki, sən əgər oğlanlarla getsən, Nə vermirsən? icazə vermirəm. Hə, gedərsən, getmərsən. Təbii ki gedərəm. Səmimi deyil. Sonra növbəti sual. Video bitdi. Hanımcı deyil. Belə, siz də öz Adios amigos. sevgililərinizə bu sualları verərsiniz.